bayaqçı videomun arxasıdır. Mən tövsiyə eləyirəm ki, siqaret çəkməyəsən. Nə cür çətin vəziyyətdə olmağından asılı olmayaraq. Yığcınan o puluvu qəpik-qəpik, özüvə bir də Sovet maşını al. Balığa gedginən, nə bilim rəsm çəkməyi öyrən. Nə inirsən elə? Beynündən o şeyi qov ki, boşa yaşamaq. Sənə elə gəlməsin ki, boşa yaşayırsan. Nə qədər ki, düşündün ki, ömrüncünün boşa keçir, sigaret çəkəcəksən. Mən yox, atım da desə ki, nə qədər ağıllı misallar desək, xeyri yoxdur. Yəni, düşünməginən ki, biz də Karol kimi yaşayırıq. Yəni, biz 40-ın üstündə yaşı olan adamlar, biz də həftədə bir yol, ayda bir yol belə özümüzə, ürəyimizə ləzzət verən hobbimizlə, işimizlə məşğul olub, təskinliyi tapırıq. O, Rusun bir misalı var, deyir, праздничный жизнь лишена праздников. Yəni, həyatın hər günü keyf, toy bayram keçsə, həyatın mənası, marağı, bayramın, istirahətin mənası olmaz. Mən də ki, hər gün bax, buralığa gələ bilsəm, bura